Trampın Əliyev mesajının pərdə arxası ikinci dəfə təkrarlandı. Zəngəzur detalı. Türkiyədən Ukraynaya mühüm dəstək. Trump Türkiyəyə görə Netanyahuya qəzəbləndi. İran ilk dəfə Suriyanı vurdu. Moskvada gözlənilməz durum, vəziyyət kritikdir, insanlar şokda. Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi. 2 tarix verilib. Kimin planıdır? Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump ikinci dəfədir prezident İlham Əliyevin Şuşa Qlobal Forumda səsləndirdiyi fikri öz sosial şəbəkə hesabında paylaşır. Bu addım Vaşinqtonun Azərbaycana marağının və Cənubi Qafqazda Bakının artan roluna verilən önəmin göstəricisi kimi qiymətləndirilir. Trumpın paylaşımı fonunda ABŞ-Azərbaycan münasibətlərinin gələcək istiqaməti, Prezident İlham Əliyevlə formalaşan əlaqələr və Vaşinqtonun region siyasətindəki mövqeyi yenidən gündəmə gəlib. Bu, ABŞ-nin Azərbaycana xüsusi marağının diqqətinin göstəricisi olmaqla yanaşı, həm də Trumpın dünyaya mesajı sayıla bilərmi? Vaşinqton bununla Qafqazda əsas söz sahibinin özü olduğunun mesajını verir. Global Infoaza danışan politolog Kazım Kazımov deyib ki, şübhəsiz Amerika Birləşmiş Ştatları Azərbaycan əlaqələri özünün tarixi inkişaf dövrünü yaşayır. ABŞ-nin keçmiş prezidenti Joe Biden administrasiyasından fərqli olaraq Trump administrasiyası Azərbaycanın sülh gündəliyini tam şəkildə dəstəkləyir. Trump bir şeyin fərqindədir ki, bu regionda əlaqələr qurmaq istəyən hər bir ölkə Azərbaycanla yaxşı münasibətlər formalaşdırmalıdır. Buna görə də Vaşinqton və Bakı arasında münasibətlər sürətli şəkildə inkişaf edir. Hesab edirəm ki, iki liderin Vaşinqtonda parafladığı sülh sazişi yeni əlaqələrin təməlini təşkil edir. Bugün TRIP layihəsi sadəcə regional maraqlara xidmət etmir, həm də qlobal əhəmiyyət daşıyır. Hazırda dünyada müəyyən toqquşmalar, gərginliklər yaşanır. Əlbəttə bu, mənfi proses olsa da, digər tərəfdən alternativ tranzit yollarının əhəmiyyətini artırır. Orta dəhliz də belə tranzit yollardandır. Zəngəzur dəhlizi isə orta dəhlizin əsas və ən əhəmiyyətli hissəsini təşkil edir. Bunun üçün Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bu layihə gələcəkdə çox böyük iqtisadi dividendlər qazandıracaq. Hər iki tərəf bu layihədən gəlir götürəcək. Türkiyə, Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib. Axaraz xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan X sosial şəbəkəsində Ukrayna səfəri ilə bağlı paylaşımında bildirib. Onun sözlərinə görə Ukrayna prezidenti Volodymyr Zelenski, Prezident ofisinin rəhbəri Andrey Yermak və Xarici İşlər Naziri Andrey Sibiqa ilə keçirilən görüşlərdə ikitərəfli münasibətlər, eləcə də Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət ətraflı müzakirə olunub. Türkiyə tərəfləri yenidən danışıqlar masası arxasında bir araya gətirəcək və davamlı sülhə töhfə verəcək bütün təşəbbüsləri dəstəkləməyə hazırdır, o vurğulayıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump, İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtonun Ankaraya F-35 qırıcı təyyarələrinin mümkün transferi ilə bağlı tənqidindən qəzəblənib. Axaraz xəbər verir ki, bu barədə Axios Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb. Belə ki, Trump iyulun əvvəlində Fox News-a verdiyi müsahibədə Ankaraya 5-ci nəsil təyyarələrin satışını mümkün sayıb. Netanyahu isə Türkiyənin F-35'ləri alması ilə yaxın şərqdə güc balansını pozacağını bildirib. Ağ Ev rəsmisi nəşrdə deyib ki, Trump Netanyahunun müsahibəsindən qəzəblənib. Trump Netanyahunun bu məsələ ilə bağlı danışmaq haqqının olmadığını vurğulayıb. İran Suriyadakı Ət-Tanf hərbi bazasında yerləşən Amerika Birləşmiş Ştatları Xüsusi Əməliyyatlar Komandanlıq Mərkəzinə hücum edib. Axaraz xəbər verir ki, bu barədə Sepah məlumat yayıb. Hücum İran şəhərdə İran əsgərlərinin öldürülməsinə qarşı cavab addımıdır. İran Hörmüz boğazına tam nəzarəti saxlayır və ABŞ-nin yenilənmiş hücumları davam etdiyi müddətcə su yolu ilə heç bir neft və ya qaz ixrac olunmayacaq məlumatda bildirilib. Qeyd edək ki, İran müharibə başlayandan bəri ilk dəfə olaraq Suriyaya zərbələr endirib.
Rusiyada yanacaq çatışmazlığı fonunda Moskvanın təminatına üstünlük verildiyi iddia olunur. Global Info Az xəbər verir ki, The Moscow Times qəzetinin məlumatına görə paytaxtda yanacaq qıtlığının qarşısını almaq məqsədi ilə benzin ehtiyatları Rusiyanın müxtəlif bölgələrindən Moskvaya göndərilir. Nəşr yazır ki, bu siyasət nəticəsində bir sıra ucqar regionlarda ciddi yanacaq çatışmazlığı yaranıb. Bildirilir ki, bəzi bölgələrdə yanacağın satışı məhdudlaşdırılıb. Yanacaq doldurma məntəqələrində isə QR kod sistemi tətbiq edilir və ya benzin yalnız tək və cüt günlər üzrə satılır. Məlumatda qeyd olunur ki, bölgələrdə tətbiq edilən bu məhdudiyyətlər yanacaq ehtiyatlarının sürətlə tükənməsinin qarşısını almaq məqsədi daşıyır. Rusiya prezidenti Vladimir Putinin yaxın aylarda hakimiyyətdən gedəcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Bu dəfə müzakirələrə səbəb Ukraynalı astroloqun səsləndirdiyi proqnozlar olub. O, Putinin hakimiyyətinin sonunun yaxınlaşdığını, Rusiyada ümumi səfərbərliyin Kremlin süqutunu sürətləndirəcəyini və Ukrayna müharibəsində dönüş nöqtəsinin yaxınlaşdığını iddia edib. Müharibənin taleyi ilə bağlı belə proqnozların məhz hərbi və diplomatik proseslərin intensivləşdiyi bir dövrdə gündəmə gətirilməsi isə müxtəlif suallar doğurur. Bu cür açıqlamalar sadəcə fərdi mülahizədir, yoxsa Rusiya cəmiyyətinə və ya siyasi elitasına psixoloji təsir göstərməyə hesablanmış informasiya müharibəsinin tərkib hissəsidir? Global Info-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, liderlər ətrafında vaxtaşırı müxtəlif iddiaların, proqnozların və sensasiyon xəbərlərin yayılması yeni hal deyil. Bu cür məlumatlar adətən həmin ölkələrin ictimai rəyinə təsir göstərmək, cəmiyyətdə çaşqınlıq yaratmaq üçün informasiya müharibəsinin tərkib hissəsi kimi istifadə olunur. Vladimir Putinlə bağlı da son illərdə dəfələrlə oxşar iddialar irəli sürülüb. Lakin indiyədək səsləndirilən proqnozların heç biri öz təsdiqini tapmayıb. Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda informasiya savaşı da ən az hərbi əməliyyatlar qədər intensiv şəkildə davam edir. Müxtəlif şəxslərin dilindən səsləndirilən belə bəyanatlar da məhz bu informasiya mübarizəsinin elementlərindən biridir. Ona görə də bu tip iddialara həddindən artıq ciddi yanaşmağın doğru olmadığını düşünürəm. Rusiyanın daxilində vəziyyətə nəzər saldıqda görünür ki, müharibənin başlanğıcından bu günə qədər hakimiyyət daxilində ciddi parçalanma müşahidə olunmayıb. Eyni zamanda cəmiyyətin əhəmiyyətli hissəsinin müharibəyə dəstək verməsi Kremlin hələ də müəyyən daxili birliyi qoruyub saxladığını göstərir. Bu birliyin nə qədər davam edəcəyini isə yalnız zaman göstərəcək. Siyasi şərhçi bildirib ki, sözügedən astroloq 16-17 iyul tarixləri ilə bağlı da müxtəlif iddialar səsləndirib. Halbuki 2022-ci ilin fevralından bəri buna bənzər saysız hesabsız tarixlər göstərilib. Müxtəlif ssenarilər irəli sürülüb. Lakin nə müharibə dayanıb, nə də səsləndirilən proqnozlar gerçəkləşib. Böyük ehtimalla bu iddialar da qısa müddət sonra gündəmdən çıxacaq və onların yerini sensasiyon fikirlər tutacaq. Mən bu tip şəxslərin nə belə mövzuda, nə də digər məsələlərdə səsləndirdiyi proqnozlara ciddi yanaşıram. Bunlar daha çox fərziyyələr və diqqət çəkməyə hesablanmış iddialardır. Uzun müddətdir davam edən bu müharibə təkcə iki ölkə deyil, bütün dünyaya siyasi, iqtisadi və humanitar baxımdan ciddi təsir göstərib. Müharibənin sona çatması həm Azərbaycanın yerləşdiyi regionda, həm də qlobal miqyasda sabitliyin və əməkdaşlığın güclənməsinə, müsbət dəyişikliklərin baş verməsinə şərait yarada bilər.